Aha, bu hissələrə baxmayın, bu hissələri mən başqa şey üçün yazırdım. Bu hissələrə fikir verməyin. Sadəcə demək istədiyim odur ki, biz folder məntiqimizi dəyişəcəyik. Folder məntiqimiz necə olacaq? Bizdə normalda əvvəl, bu bizim həmişə yazdığımızdır. Bizdə olub SRC-nin içində app olub, düzdürmü? Biz indi onu dəyişdirəcəyik. SRC-nin içində app yox, SRC-nin içində bir dənə pages məntiqi quracam. Həmin bu hissəni görməzdən gəlin, pages-in içində bir olacaq altdan xətt app.js. Altdan xətt app.js-in içi də bu formada olacaq. Bunlar hazır olan bir şeylərdir. Bunu biz eləməyəcəyik. Hər dəfə fərqli yazmayacaq. Bu formada olacaq. Gəlin bir də index.js-imiz. Index.js bizim o ilk açılan hissəmiz ki olur. Həmin hissədir. Index.js. Dashboard falan bunlar bizim öz yazacağımız şeylərdir. Bunlar heç, bu API-də heç. Deməli, gəlirəm. Nə edirəm? Bir dənə SRC-nin içində bir dənə folder açıram, adını qoyuram pages. Pages-in içində bir dənə altdan xətt app.js x-da qoya bilərsiniz, js-də qoya bilərsiniz, fərqi yoxdur. Biz nə istəyir onu qoyun. Mən buradan kopyalayıb yapışdıracağım təbii ki, amma siz yazarsınız. Belə Ctrl-V eləyirəm. Bura yəni hazır şeylərdir. Buranı başa düşməyə və yaxud da ki, anlam qatmağa çalışmayın. Yəni bura hazır olan şeylərdir. Necə biz də normalda layout baxın, bu hissə hazır olur deyə dəymirik. Bu da eyni şeydir əslində. Belə. Daha sonra bir də index.js qoyacağıq. Bu da bizim ilk açılanda olan səhifəmiz olacaq. Gəlin pages-in içinə bir dənə index.js qoyacaq. Düzdürmü? Düzdür. Bir dənə mən buranı Ctrl-A, Ctrl-V eləyib bura yapışdırıram. Oy. Gözləyin. Aha, burada indeksimizdir, düzdürmü? Amma mən taşı buraya yapışdırıram. Ctrl-A, Ctrl-Z eləyirəm və gəlirəm burada Ctrl-A, Ctrl-V eləyirəm. Daha sonra bu hissəni silirəm. Bu hissəni silirəm. Bura bir dənə salam yazacağım. Aha, bu formada. Bura bir dənə yazıram, salam. Daha sonra gəlirəm bu pages-in içində bir dənə components folder açacağam. Components. Baxın belə. Components folderini açdımmı? Açdım. Bir komponentlərimi bunu atacağam içinə. Buna aid olacaq header, move eləyirəm. Buna aid olacaq yes, dəyiş. Buna aid olacaq init. Baxın belə bu formada. Yes, bütün şeyləri dəyişdim. Daha sonra slider da aiddir. Bu belə bütün folderlərimi də. Elə bir ki, dəyişirəm də. Belə başa düşün. Fikir verin, bunları burada belirtmişəm. Deyib ki, burada gəlib eyni şeyi bu index.js-də eləyəcəm. Bunları buradan kopyalayıram. Gətirib atıram index.js-in içinə. Çünki niyə burada çağıracam. Və gəlirəm bir import eləməyə. Bunu silim çünki zaten burada istifadə olunmayacaq. Əslində bundan da istifadə eləməyəcəm. Hər ehtimala silirəm, sonra isə problem yaransa əlavə eləyərik. Aha. Init və slider. Belə. Global CSS-imi pages-in içinə atıram. Adınızda qalsın. Favicon-dur, layout-dur və artıq bunu silə bilərəm. Sildim. Layout-u da atıram pages-in içinə. Move eləyirəm. Bu yes, dəyiş. Favicon-u silə bilərəm. Bu artıq bu app folderini silə bilərəm. Fikir continue elə. İndi gözləyək folderi silsin. Yes. Delete. Baxın bu formada. İndi gedək görək. Bir problem varmı? Hər şey yolundadırmı ümumiyyətcə? Yaxşı da post yoxdur. Az özü olur. Görək.
Bu necə işləyəcək? Buradan da çıxıram, buradan da çıxıram, düzdür. Burası. Qəliz məsələdir. Kontrol C+. Aha. Bura haradır? Pages'in içindəki altdan xətt app.js. Pages'in içində altdan xətt app.js'də deyək BP istifadə eləməmişsən, niyə yazmışsan? Düz deyir. Çox da haqlıdır. Bunu biz istifadə... Bura bir fragment ataq. Fragmentində. Bir dəqiqə, buranı buradan mən götürə bilərəm də zaten. Bir dəqiqə. Burada altdan xətt. Aha. Aha. Belə. Belə. Bura haradır? Pages'in isə index.js. Yatdı Zabala. Başa düşürsünüz, heç onu səhədiklərim yoxsa yox. Komponentin içində deyir ki, belə bir şey tapılmadı. Necə tapılmaya bilər? Əziz insan. Əziz insan, belə bir şey necə tapılmaya bilər? Pages'in içində, komponentin içində header. Hə, bunu belə düzəltməliymişik. Tamam, okey. Belə. Atıram bura, atıram bura. Sonra görək nəyə problem eləyir bu. Burada biz yollarını dəyişdik. İndi gəlib bunları da dəyişməliyik ona görə ki, artıq app folder deyə bir folder yoxdur axı. Ona görə bu bunu görmür. Bu hardadır? Çıxdı Pages'in içinə və bu da elə Pages'in içindədir. Məncə bir problem yaratmamalıdır. Bu belə bir problem yaradır. Harda yaradır? Pages'in içində global CSS'də. Nə deyir bu? Deməli. Bu Pages'in içindədir ki, bunu əgər çıxarsam bundan çölə. Prosto ki, bu niyə şey verib düşmür? Import component CSS. Bu hardadır? Bu slider'dadır. App'də bu niyə şey verib düşmür? Görək bir dənə bunun error verməsinin səbəbi nədir? Araşdıraq görək. Deməli. Deməli. Belə bir şey deyir. Amma biz niyə belə bir şey eləməliyik ki, başa düşmürəm. Bu niyə belədir? Bunların səsi mənə apardı. Allah hamd olsun. Görək. Bu nədir? Dən qoy mən bunların üstünə qışqırım gəlim. Dən gözləyin. Qışqırım bunların üstünə.
Geldim. Ay hə. Bir ton adam var burada. Üzüldü sayın. Hiç ben evde değilim. Hə. Görək. Görürsünüz mənim ekranımı? Yoxsa yox? Aha. Görək. Bizdə error var idi məncə. Deyən qur görək. Görək bunu. Deyir ki, belə bir şey əlavə eləməlisən, amma niyə əlavə eləməliyim, onu başa düşmürəm. Add proper. Bəlkə burada nəsə bir şeyimiz var. Next config JS-də. Burada da bizdə düzdürmü? Yo, next config JS. Bizdə JS-dir. Biz bura əlavə eləməmişik. Hə, biz bura əlavə eləməliyik. Ona görə bizdə error verirmiş. Bu hissəni götürürəm. Baxın, belə. Belə. Gətirirəm. Bura Ctrl V eləyirəm. Məncə bu hissəni məncə bu hissəni necə eləmək lazımdır. Bir dəqiqə, sonra bu deyir ki, next diyor, export elə deyir bunu. Module export. Bir dəqiqə. Yox, belə bir şey eləməli deyil axı. Biz niyə belə bir şey eləyək ki? Biz bura Tailwind necə axı Tailwind eləmişik biz bura. Burada Tailwind yoxdur. Necə yəni yoxdur? Bəs biz bu özəllikləri necə vermişik ona? Bir dəqiqə, bu da var. Bu var axı burada. Bu Tailwind'in şeyi hardadır? Var yoxsa mən görmürəm. Tailwind'in burada konfigurasiya faylı olmalı deyə normalda. Yo, bu TypeScript'indir. Tailwind'in özünün faylı yaranır normalda bizdə. Axı necə bir dəqiqə? Hə, bu de? Hə, var. Bu deposit burada var. Burada var. Bu de. Bu. Bu deyirəm. Bu burada var. Bura nəsə bir şey əlavə eləmək lazımdır. Gözləyin görək. Bura bir dənə import əlavə eləyək gəlin. Global CSS əlavə eləyəcəm bura. Deyir belə elə görək. Copilot nə dərəcədə haqlıdır. Belə errorları heç sevmirəm. Çünki nə olduğu bəlirli olmur belə errorların. Qalır adam belə. Bilmirsən səhvin hardadır. Görək. Özümüz həll eləməyə çalışaq, alınmasa GPT-yə yazarıq da. Hə, çünki stylist yoxdur axı bizdə düzdür. Bəlkə bu global CSS-i stylistin içinə atmalıyıq. Nə əlaqə ya amma? Çox məntiqsizdir axı. Belə eləyək görək. Import səhv eləyirik. Prosta ki. Deyir ki, global CSS cannot imported from files others than custom app. Due to global nature styles and avoid complex place move first imports pages app.json içində or convert to import component or CSS modules. Tamam, okey. Eləyirəm zaten. CSS modules if you don't wish
CSS'in içində böyle bir şeyler yazsam ve getir bunu. Ha, bu deyir ki, bu deyir ki, sən sadəcə deyir. Burada elə. Deyir başqa yerdə bu global CSS eləmə. Amma biz də eləmişik də. Burada eləmişik, komment alıram. Burada eləməmişəm, komment yoxdur. Burada da eləməmişəm. Deməli, burada da yoxdur. Buradakı komment alıram ki, mən zaten buranı görmür əslində. Gələk görə indi dediyim. Aha, açıldı. Hə, uşaqlar. Bayaqdan error oxusaydım. Errorumuza deyir ki, bu biz axı strukturumuzu dəyişdik, app folderini sildik, artıq app folderi yoxdur. Page məntiqinə keçdik, page'dən yazdıq. Bu da deyir ki, əgər sən page məntiqinə keçmisənsə, hər yerdə global CSS-i import eləyəcək və bir dənə gəl deyir, altdan xətt app.js-in içində import elə. Bunu. Vəsəm. Deyir, başqa yerdə eləmə. Mən də onu elədim. Bir dənə bu altdan xətt app.js-in içində bu global CSS elədim. Vəsəm. Zaten hər yer bu komponentin içindən gəlmir. Hər şey zaten buradan çölə çıxmırmı? Yəni hər şey buradan başlayır da. Ona görə zaten burada nəyisə import edəndə başqa yerlərdə import eləməyimizin bir mənası qalmır. Bu da bizə onu deyirdi. Qışqırırdı üstümüzə ki, bu importu burada elə. İndi baxın, bunun üstünə vuranda bura keçir. Çünki niyə biz bunu zaten qoymuşduq bayaqdan. İndi də mən gəlib deyirəm ki, bu pages-in içində. Pages-in içində bir dənə folder yaradıram. Adını qoyuram post. Bu postun da içində bir dənə fayl açıram. Adını qoyuram index.jsx. Burada tsx qoymalıyam. Çaşdım sonra. JSX-ə qoysaq. Yo. İndi onu deyəcəm. Bir dənə işlədək. Çünki bayaqdan problemlərimiz çıxır. Bir dənə işlədək deyəcəm. Niyə adını fərqli qoydum o birisilərdən. Niyə belə bir şey elədim, onları deyəcəm, narahat olmayın. Aha, error səhifəsi açılmadı. Əslində açılmağı nə? Bir dənə baxaq görək. Inspect. Console. Errorumuz yoxdur. Əla, super. Bir dəqiqə. Bu hissənin içində bəs indeksə keçid edəsəm, Yusun səsinə baxın. Bura heç. Fikir versəz, errorumuz yoxdur. Amma məndəki bu indeks sözü də yoxdur. Mən indeks sözünün gəlməsini istəyirəm. Bir dəqiqə, bir yerdə nəyisə qaçırdırıq, amma nəyə qaçırdırıq? İndi ona baxacağım ki, import səhv etdimmi? Heç olmasa indeks sözü çıxsa, ya post edeyim. Buna class name verim. Verim text white. Bu da gəldi. Əla, düzəldi. İndi başlayaq izahımıza. Deməli, biz bir də təzədən başdan izah edirəm. Çünki bayaqdan qarşılıq olur. Nəyisə dəyişirəm. Deməli, bizdə əvvəl SRC-nin içində app folder olurdu. App folderində içində müəyyən folderlərimiz olurdu. Onun içində yazırdıq. Amma o sadəcə one page səhifələr üçündür. Yəni sadəcə bir səhifəsi olan səhifələr üçündür. Bir neçə səhifələr olanda, artıq səhifələr arası keçid olanda və sizin next layihəniz getdikcə genişlənəndə bunu dəyişirsiniz. Bunu dəyişəndə də nə edirsiniz? App folderini silirsiniz. Amma silməmişdən əvvəl ehtiyatlı olun, çünki global CSS falan gətirəcəksiniz deyə birinci page folderini yaradın, onun içinə köçürdün, oradan gördünüz, mən birinci silmədim. Bir köçürdüm, daha sonra sildim, ən sonda sildim. Page folderi açırsınız. Page folderin içində bir dənə komponentsi olur. Bu hissəni hələ ki saxlayıram. Altdan xətt app.js olur. Bu bizdə
əvvəlki index.js əvəz eləyir. Qlobal CSS zaten heç oradan köçürmüşəm. Bir də index.jsimiz olur və layoutumuz olur. Bu layout olduğu kimi qalır. Buna heç əlimizi də vurmuruq. Əvvəl necə idisə o formada. Index.js isə belə bildiyimiz index.js faylıdır və bunun içində ana səhifədəki vurğulayıram. Ana səhifədəki komponentlərimi qoyuram. Ana səhifədə əvvəl necə eləyirdik? Hansı komponent bir-birinin dalınca gəlirdi, bu formada eləyirdik, eynisi. Və bu komponentləri də gedib harda yazıram? Komponent folderinin içində yazıram. Yəni bir növ arxitektura qururam. Daha sonra global CSS-im zaten heç öz yerindədir. Bu altdan xətt JS-imin içində də bu hissəni əzbərləməyin. Zaten Next-in özündə də var və zaten mənim layihəmdə də var. Bu hissəni əzbərləməyə ehtiyac yoxdur. Yəni bir komponent gəlir, deyirik ki, əgər komponent gəlirsə, yəni əgər true'dursa bu true deməkdir. Əgər gəlirsə, page'im açılır və page'imin içində komponentim olur. Bu hissə hazır olan hissələrdir. Daha sonra gəlir bu hissələr. Deməli, home səhifəsini bir daha təkrar edirəm. Əgər home səhifəsi yazırsınızsa, home səhifəsinin komponentlərini komponents folderində yazırsınız və həmin komponentləri gəlirsiniz index.js-də həmişəki kimi normal alt-alta yazırsınız. Amma bəs yaxşı, başqa bir səhifəyə keçid eləmək istəsəniz, onda necə olacaq bu proses? Yəni, normalda bizə belədir də. Bunun üstünə vuranda fikir verin, URL-mə məni belə bir yerə aparır. Bu post sözünü bilirsiniz hardan alır? Bu folderdən. Bu sadəcə Next-a aid olan bir şeydir, yadınızda qalsın. Bu folderin içində, bu folderə hansı adı verirsinizsə, URL-də də slash'dan sonra həmin ad yazılır. URL-də slash'dan sonra həmin ad yazılır. Diqqətli olun. Və siz bu postun içində əgər adını index.jsx-də qoya bilərsiniz, tsx-də qoya bilərsiniz, o sizin özünüzdən asılıdır. JSX və yaxud da ki, tsx qoyduqdan sonra, əgər buranı index yazmısınızsa, baxın, vurğulayıram, əgər buranı index yazmısınızsa, sadəcə bu folderin adını yazmaq bəs eləyir ki, siz klikləyəndə həmin səhifəyə keçə biləsiniz. Nümunə üçün, yenə pages-in içində, nümunə üçün eləyirəm, bunu sonra siləcəm, bir dənə about folder yaradıram və about folderinin içində bir dənə index.jsx də yarada bilərsiniz, tsx də yarada bilərsiniz, fərqi yoxdur. Elə düşünün ki, baxın, biz həmişə bir səhifə açanda onu index.html yazmırdıq. Bunu da elə düşünün. Bu elə bir ki, onun adıdır, bu da onun içindəkidir də. tsrfc eləyirəm, belə bu formada. Bunun adını about qoyaq ki, hara getdiyini bilək. Belə. Və daha sonra gəlirəm. Mən bunu harada çağırırdım? Ya da hələ çağırmayayım. Baxın, bunun adı about-dur, düzdürmü? Bu postu silib, bunun yerinə about yazsam, indi bunun əslində baxın, burada var, görürsünüz. Prosto rəngi qaradır deyil, görünmür. Bir dənə bunun rəngini mən ağ eləyim. Class name, text, white. Belə. Görürsünüz? Baxın, about folderindəyəm deyə indeksdə nə yazmışamsa o gəlir. İndi bax, ana folderimə keçirəm. Yəni, ana yerimə. Ana yerimiz normal home-umuzdur. Bu hissədə başa düşmədiyiniz nə var? Uşaqlar. 100%. Zümrüd. Aha. İndi gəlirəm. Bir dənə də fərqli bir yanaşma var. O yanaşma nədir? About-un içində, məsələn, mən bunun adını index.tsx qoymaq istəmirəm də. Fərqli bir şey qoymaq istəyirəm. Məsələn, about-un içində about olsun. Düzdür, belə qoymuruq. Prosto da. About-un içində about qoymaq istəyirəm. Düzdürmü? Gəlirəm. Hətta burada var idi. Qoyun görüm. Qalıbsa sizə göstərərdim. Qoyun görək. Buradadırmı görəydim. Bircə dəqiqə. Aha, baxın. Deyir ki, pages-in içində bir dənə blok folderi açımsansa və onun içində belə bir fayl açımsansa, yolunuz görürsünüz nətər olur? /block, yəni folderin adı və sonra faylın adı. Faylın adı əgər indeksdən fərqlidirsə, bunun arxasına folderin adından sonra isə faylın adını qoymaq vacibdir. Gördünüz?
fərqi anladınız. Məsəl üçün kimsə qayıdıb deyə bilər ki, mən indeks qoymaq istəmirəm də, adını fərqli qoymaq istəyirəm komponentin. Qoya bilərsən, amma yolunu nə qoyacaqsan? Belə. Aydındır? Ay, sağ ol. Bax, elə bilin ki, yolunu deyirsən də. Deyirsən ki, sən burada birinci folderin adını görürsən axı. Birinci folderin adı, daha sonra faylın adı. Folderin adı, əgər faylın adı indeksdirsə, indeks yazmağa ehtiyac yoxdur. Sadəcə faylın adını yazmaq kifayət eləyir. Yaxşı, bu adı harda yazırsan? Harda klik verirsən buna? Məsəl üçün, biz burada komponentin içində hidra vermişik, düzdürmü? Həmin bu klikləri də use router vasitəsilə veririk. Yəni, use router və use passname ikisi ilə də verə bilərsiniz. Fərqi yoxdur, hansını register verin. Use router da bildiyimiz kimi Next Navigation-dan gələn bir hookdur. Yolu bildirir. Router page məntiqini bildirir. Deyirik ki, router, yəni push eləyir, itələyir hara? Postsa. Görürsünüz? Bir dənə də gəlin belə bir button yazaq. Prosto bu about üçün yazıram ki, gözünüz görsün. Belə. Gəlirəm indi bura. Burada indi bunun adını nə qoyuram? Bax, fikir verin. Bir dənə keçirəm bura. Baxın, bu yolu kopyalayıram. Gəlirəm bura. Ctrl V. Belə. İndi gəlin bir dənə əvvəlkinə keçək. Baxın, bunda adım post qoydum. Bir dənə bunu dəyişim, about eləyim. About. Bu nədir? Allah. Aha, belə. Gəlirəm bura. Baxın, about-a vururam. Gördünüz, hara gəldi? Bir dənə əvvələ keçirəm. Posta vururam. Gördünüz, gəldi bura. İndi bir dənə də, mən indi məsəl üçün ta ki postdayam, hə? Elə bura bir dənə düymə qoymaq istəyirəm ki, home-a keçsin də. Home-un yolunu nə qoyacam, onu da görmək istəyirəm. Gəlirəm bura. Daha doğrusu bura yox. Postun içinə və yaxud da about-un içinə hansını register ora. Bunların içində bir dənə bu bir dənə button yazıram. So button. Yazmaq istəyirəm ki, home-a keçsin də bu button, düzdürmü? Gəlirəm burada. Header-da elədiyim şeylər bu use router məntiqi. Gəlirəm burada hookumu yazıram. Daha sonra hookumu nə edirəm? Import edirəm. Amma baxın, yadınıza qalsın, bayaq mən də səhv eləmişdim. Next router-dan yox, Next Navigation-dan gətirməliyik. Deyirik ki, button-a on click olunanda, bir dənə arrow function yazırıq. Router-um bizi push eləyəcək. Hara? Router-um bizi push eləyəcək prosto slash-ə. Amma burada nəyəsə səhv yazdıq. Bir dənə baxaq görək, nəyə səhv yazdıq. Bəzəkli mötərizə qoymuşam. Çaşıb. Baxın, burada bəzəkli mötərizə qoymuşam. Adi mötərizə qoymalıymışam. Gəlirəm. Burada da bax, bu belə. İndi gəlirəm bura. Belə indi sərkəsli olub, siz bildinizdə bu buttondur. Bunun üstünə vuranda indi gördünüz, gətirdi bizi home-a. Aydındır. Çünki yadınıza qalsın, home-un yolu təkcə slash-dir. Bizi də gözləyin, burada var idi. Hətta mənim qabağıma çıxmışdı. Necə? Heç nə, bax, cavab deyirəm ki, yaxşıca bax, bura. Burada, düzdürmü? About-un içindəyim, düzdür? Buradakı button-u bir dənə kopyalayayım. Kopyalayıram bunu, about-u. About-dayım, düzdürmü? About-da posta keçmək istəyirəm, düzdür? Gəlirəm burada, həmin o router-umu yazmalıyıq. Const router, sağ ol, yazdı, sağ olsun. Oy. Aha, Next Navigation-dan gəlirəm, diqqətli olun. İndi yolumu yazıram. Yolumu yazıram ki, sən bu posta vuranda keçəcək post belə. Gəlirəm indi bura. Daha doğrusu bir də home-a keçim. About-a keçirəm. About-da deyirsən, bax, posta vururam. Gördün? About-a keçirəm. About-da posta keçirəm. Gördün, bax, postdayım. Bax, görsən, post yazılıb burada. Gördün? Prosto yolu yazırsan, özü keçir.
Stop. Stop. Bax bu folderin adını yazıram. Əgər folderin içində indeks yazmısansa faylı var. Sadəcə folderin adını yazmağın kifayətdir. Amma yox, folderin içindəki fayla indeks yazmayıb başqa bir ad vermisənsə, yazacaqsan folderin adını, sonra faylın adını. Hı. Burada A-link yoxdur uşaqlar. Burada link yeri, link ümumiyyətcə burada A-la deyil, elə link təqi iləndir. İndi sizə mən onu göstərim. Link. Baxın, next-in link. Baxın, bir dənə bu belə. Bu A-la olmur. Burada belədir. Burada bu formadadır. Məsəl üçün atıram, bura bir dənə home yazım. Bu about, düzdürmü? About, belə, belə. Baxın, hərfinə belə qoymuşam, düzdürmü? Gəlirəm bura. Bir dənə home-a keçim, postayım hal-hazırda. About-a gəlirəm. Baxın, home-a vururam, görürsünüz? Gördünmü apardı home-a? İstəsəniz, baxın, istəsəniz. Ürəyiniz istəsə. Bu formada da yaza bilərsiniz, belə ruturla da yaza bilərsiniz. Amma mənim... Necə? Yo, burada gəlmir, yox. Çünki bu niyə? Bu A təqi deyil. Bu next-in link təqidir. Və yadınızda... Aha. Sol, bəli. Hər dəfə ayrı səhifə yazanda bir dənə folder yaratmalısan. O folderin içində də index.tsx və yaxud da ki, csx yaratmalısan. Və sol, ürəyinə əgər adını indeks qoymaq istəmirsə, adını bir dənə normal fayl qoy. Amma onda yolun fərqli olacaq. Təkcə folder adı ilə çağırmayasan da, folderin adı, daha sonra faylın adını yazacaqsan. Və mənə desəz ki, mənə məsləhət görsəz ki, routerla belə push eləyibmi yolu dəyişək, linklə mi dəyişək? Mən linklə dəyişməyi daha çox məsləhət görürəm. Niyə? İndi bir dənə fikir verin. Və mən bir dənə keçim about. Və mən about-dayım, düzdürmü? Home-u yazmışam linklə, postu yazmışam routerlə. Baxın, posta vururam, daha yavaş keçir. İndi bir dənə təzədən home-a keçim. About-a keçim. Baxın, gördünüz, home-a daha tez keçir. Və use router layihəni yüklüyür, belə deyim. Layihəyə ağırlıq verir. Amma link isə next-in özündən olan bir şeydir deyə link yazmağınız daha məsləhətdir. İki cür keçmək yolu var. Ya belə push eləməklə routerdan keçə bilərsiniz, ya da belə link təqi ilə keçə bilərsiniz. Ürəyiniz hansını istəyir, ondan keçin. Sol budur da elə. Normalda biz layihə yazanda, HTML, CSS, JavaScript yazanda bu class name-lə underline verə bilərsən, bəli. Class name-lə underline bilmirəm şeydə, Tailwind-də dəqiq adı belədirmi? List-line underline verəndə gəlir normalda. Bir dənə gözləyin, qoyun görün bura haradır? Bura about-dur, düzdürmü? Keçirəm. Gördün, gəldi. Aydındır. İki cür belə deyək, səhifələr arası keçid edə bilərsiniz. Bir belə use router belə push-la, ki mən belə eləməyi məsləhət görmürəm, prosta göstərməli idim deyə göstərdim. İkinci yol isə dədə-baba yolu, A-href yolu ilə. Sadəcə olaraq tək fərq budur ki, next-də və react-da A-href yerinə, A təqi yerinə link sözü yazılır və link də nədən gəlir? Next-in özündən gələn bir şeydir. Link yaz, buyur. O nə deməkdir? Mələk. Yo. Bunlar olmalıdır. Çünki bu bir neçə səhifə məntiqi qurursansa, bax bu məntiqi qurmalısan.
Bax, birinci app folderini silmirsən. Niyə silmirsən? Çünki onun içindən biz götürəcəyik, yaxı qlobal CSS-i götürəcəyik, layout TSX-i götürəcəyik, yəni layout faylını götürəcəyik. Ona görə birinci app folderini silmirsən. Bir SRC-nin içində page folderi yaradırsan, onun içində components folderi yaradırsan, hansı səhifələrin olacaqsa onların folderlərini sonra yaradırsan, altdan xətt app.js yaradırsan, altdan xətt yazmağa məcbursan. Bunun içi əzbərləməyə ehtiyac yoxdur, yəni götürüb yapışdırarsınız. Mənim kimi bu hazır olan bir şeydir, yəni dəymirik. Bura zaten global CSS zaten özü var idi. Router yazdım, gəldi. Mən həmin səhifənin linkini sizə ataram, narahat olmayın. Index.js bildiyimiz Index.js'dir. Home səhifəsində bu komponentləri yazmışam, bir fərqi yoxdur. Layout TSX-də həmişə kimidir, heç nə eləməmişəm. Normal, bura zaten biz həmimizi dəymirdik də, normaldır. İndi mən bir şey deyim. Yo, bunlar hamısı pages-in içindədir. Baxın, pages-in içindədir. Komponentin də içində bizə normal axı hər bir section bir komponentdir, düzdürmü? Bax mən komponentlərimi bura yazdım. Məsəl üçün bax bir şey deyim indi mən sizə. Fikir verin, bir də mən home-a keçim. Home-da məndə burada header var, düzdürmü? Amma məsəl üçün keçirəm posta header yoxdur, düzdür? Amma normalda axı hər səhifənin header olmalıdır. Nə edirəm? Komponentimi gətirirəm postun içindəki index.tsx var, bura. Bura gətirirəm, komponentimi yazıram. Header. Birinci import eləməliyəm. Import. Aha. Gətirirəm bunun adını bura yazıram. Belə. Adını header qoymuşam, bəli. So gördünüz, indi mən postdan aşağıda yazdım bir dənə bu. Belə eləyim. Yox, bircə saniyə gözləyin. Ctrl-X. Belə. Gördünüz? Belə. Bir bütün komponentlərinizin hamısını yazırsınız. Komponent. Bura postdur. Bax. Bax, mən hazır postun içindəyəm. Postun içindəki indeksin içindəyəm. Bax, fikir ver. Heç nə. Komponenti yazıram, gətirib burada yazıram. Və siz, uşaqlar, bütün hər yerdəki sectionları komponentin içində komponent olaraq yazacaqsınız. Gətirib burada çağırasınız. Necə normal home səhifəsinin indeksinə gətirib belə çağırmırsınız? Eynisi də bunlardakı indekslərdir. Bu da bax, post səhifəsinin indeksidir. Yəni, post səhifəsinin... Yox, qarışmayacaq. Bax, Mələk, hər yerdə header fərqli olur, düzdürmü? Fərqli olur deyirəmi? Eyni olur əksinə. Doğru. Mən bir dənə header tsx yazmışam. Görsən komponentin içində. Düzdürmü? Gətirirəm ona, bax, postun indeksində bax, header yazdım. Belə həmişə komponenti nətər çağırırıq? Gördün? Elə çağırdım. Doğru. Gəl eləyək. Bax, komponentin içində bir dənə yazıram. Yazıram ki, buna məsəl üçün post init yazıram adını ki, güya bu postun ilk komponentidir, ilk hissəsidir, hə, tutaq ki. Yazıram tsrfc, belə yazıram. Bura bunlar niyə error verdi? CSX yazmışam ona görə. Bir dənə bunu düzəldim. Bilirsən niyə? Çünki bax, bu biz bir arxitektur qururuq. Bir, belə deyək də, hissələrə bölürük. Bütün komponentlərin hamısını bu komponent folderin içində yazıb, daha sonra gedib səhifələrdə çağıracağıq. Başa düşdünüz? Biz axı, əgər hər şeyi indeksin içində yazsaq və yaxud bu komponentləri gəlib harda çağırasan sən sonra? Getdiyi yeri bir də oradakı olan komponentləri yazacaq. Aha, bax, burada post initdir, düzdürmü? Qoy, biraz böyüdüm, yazım ki, bura post səhifəsidir. Ay, Zümrüt, yatmısan bala? Class name bir dənə text white eləyirəm.
Və bir də border verək ki, fərqləndiririk də güya ki, öz axılımızda belə. Borderini də 2 verirəm belə. İndi gəlirəm bu post-initi post səhifəsindəki indeks olan hissəyə çağırıram. Deyirəm ki, bu buttondan sonra mən postun indeksinə gəlirəm. Birinci təbii ki, import eləyirəm. Import eləyirəm post-init from buradan. Gəlirəm harda olmalıdır? Header'dan aşağıda olsun, header'dan yuxarıda. Nəm home sözündən aşağıda, home sözündən yuxarıda. İndi o siz baxacaqsınız da bəlirləyəcəksiniz. Bax, indi gəlirəm. Səhifəmə keçid eləyirəm. Gördün, gəldi. Bax, bura post səhifəsində görürsən. Bax, postu görürsən. Görürsən, bu yazıldı. Düzdürmü? Keçirəm about-a. Gördün, yoxdur. Keçirəm home-a. Bax, gördün, home-da da hər şey öz yerindədir. Aha, buyur, keçdim. Aha. Sağ ol, Всё, bitdi. Əgər TypeScript, indi biz burada TypeScript yükləmişdiksə, TypeScript-i də görəsiniz də, düzdürmü? TypeScript isə sağ ol, Всё. Zümrüd, Orxan, başa düşmədiyiniz nə var? Hə, başlığı quraşdırmaq üçün biraz qarışdı, amma təzədən izah elədim. Sualınız. İndi siz nə edirsiniz? Bir dənə bu post səhifəsi yaradırsınız. Həmin o post səhifəsində bu deyil, bizim Figma hansıydı? Biz də deyəsəm buraydı. Bizdə buraydı. Güya mən dedim ki, 3-4 dəqiqəlikdir. 40 neçə dəqiqə video olub. Baxın, bir dənə post səhifəsi yaradırsınız. Bax, həmin bu şəkil olan hissə var ya, bu 4 qutu, bu buttonlar falan. Bu 4 qutunu həmin o post səhifəsində eləyirsiniz. Okey? İndi mən onsuz da buradayım da, mən deyəcəm, narahat olma. Bu hissəni. Hə. Yo, elə şey yoxdur. Bir dənə header yaz, ora bir dənə button qoy, post deyə. Keç bunu ora yaz. Elə şey yoxdur. Yazıb qurtarıb çıx. İndi atıram rekordu.